Samusa bu videonun fizikdən yetdiğim blok imtahanı hazırlaşan abituriyentlərini çəkirəm. Bu videoda fizikdən yetdiğim blok imtahanında qarşınıza çıxacaq 3 variant sual tipini təqdim edəcəm. Suala bir avtomatik bir şəkildə izah edəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa düşə bilərsiniz. Əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. O zaman başlayaq. İlk önce birinci sorumuza 70. sualına başlayaq. 2 cm sıxılmış yaya bağlanmış yük hərəkətə başlayandan sonra tepiyodan silsiləsində 1 cm yol gedir. Birinci burada baxın nəyə sıxılmış. Sıxılmış varsa bu nəyətdir? X demək. Yerinə yazıram X-i. Bərabərdir. Neçə santimetr sıxılır? 2 santimetr. Yerinə yazıram 2 santimetr. Yəni olur 0,2 metr. 0,2 metr. Sonra buraya yazıram X. Burada deyir ki 1 santimetr yol gedir. Yol sözü varsa demək yol sözü varsa yazıram X və 1 santimetr olduğu üçün yeni yazıram 0,1. Yeni yazıram 0,1 metr. İndi nə yazıram? X bərabər X-dən kosinüs omega t üstün yazıram X. X bərabər X-dən kosinüs omega t. İndi sual veya bilərsiniz niyə X-dən kosinüs omega t? Çünki burada kosinüs pi bölüş var. Kosinüs pi bölüş olduğu üçün bu X bərabər X-dən kosinüs omega t'dir. Bunu yazdım. İndi burada biz nə edirik? Burada X-in yeni yazılı 0,1. Yəni yeni yazılı 0,1 bərabərdir. X-in nə qədərdir? X-in də qiyməti bizə burada verib 0,2. Yeni yazılım 0,2. Vurulsun neçə kosinüs omega t-yə. İndi mən buradan kosinüs omega t-ni tapsam nə olar? Kosinüs omega t bərabərdir. 0,1 bölüm 0,2. Bu da bizə verir 2 ilə 1. İndi omega t özü nədir? Omega t özü əslində alfadır. Buraya yazam alfa. Yəni kosinüs alfa bərabər 2 ilə 1. Bizə verir ki alfa hansı qiymətində kosinüs alfa 2 ilə bərabər? Təbii ki alfanın 60 dərəcə olan qiymətində. 60 dərəcə özü nəyə bərabərdir? Pi bölü 3-ə bərabər. Çünki biz bilirik ki pi 180 dərəcədir. 180 3-ə böləndə bu bizə verir 60 dərəcə. Bunu tapdıq. İndi kosinüs pi bölü 3 60 dərəcədir. Bizə verir ki omega t alfadır. Alfa da pi bölü 3-ün özünə bərabərdirsə, onda bəlkə ki yaza bilərəm ki, yəni omega t bərabərdir pi bölü 3-ə. Çünki kosinüs pi bölü 3 deməli 2 ilə 1-ə bərabərdir. Omega nədir? 2 bölü t. Yeni yazdım 2 bölü t vurulsun t bərabər nəyə? Pi bölü 3'ə. Bunu yazdım. İndi buradan pi xısa gedir qalır nə? 2t bölü t. Yəni 2t bölü t bərabərdir 3 ilə 1-ə. İndi mən buradan t'ni tapsam t, yəni zaman fasiləsində nəyə bərabərdir? T vurulsun 1 bölüsün 6-ya. O da bərabər nəyə? T bölüsün 6. Yəni periodun 6/1 hissəsi. İndi bizə burada sualda nə soruşmuş cavabı? Deyir ki t periodun hissəsidir neçə santimetr yol gedir? Bizdə t bərabərdir t bölüsün 6 tapmışdı. Yəni periyodun 6/1'i. Yəni periyodun 6/1'ində 2 cm sıxılmış yay 1 cm yol getmiş olar. Yəni cavab olacaq burada 6/1, yəni Y variantı. Suala bir dənə təkrar izah etmiş olsaq, birinci burada sıxılma verir. Sıxılma sözü varsa bu X-ə aiddir. X-ən də nəyə bərabərdir? 2 cm, yəni 0,2 metrə. Həmişə kəmiyyətə əsas vahidləri çevirməyi unutmayın. Yəni bu əsas bir mövzudur ona görə. Demək, X bərabərdir 0,1 metr. Niyə? Çünki 1 cm yol gedir. Yol varsa X yazıram. 1 cm olduğu üçün 0,1 metr yazıram. X bərabərdir X-ən kosinüs omega t-dir. Niyə yazdım? Çünki kosinüs pi bölü 3, yəni kosinüs bölü 3 ona görə. 0,1 bərabərdir 0,2 kosinüs omega t-yə. Kosinüs omega t-ni də tabanlı 2 ilə 1. Omega t özü alfanın özü, yəni kosinüs alfa bərabərdir 2 ilə 1 kimi düşünə bilərsiniz. İndi alfada hansı qiymətlə kosinüs alfa 2 ilə 1 alır? 60 dərəcə. 60 dərəcə nədir ki? Pi bölü 3. Alfanın özünə də omega t. Omega t nəyə bərabər olur? Pi bölü 3'ə. Omega'nı yeni yazdım. 2 bölünsün t vurulsun t bərabərdir pi bölü 3. Onda buradan pi də xısa gedir. Qalan nə t bərabərdir? Yəni 2t bölünsün t bərabərdir 3 ilə 1. O da t bərabərdir. T vurulsun 1 bölünsün 6. Yəni periyodun 6/1 hissəsi. Yəni periyodun 6/1 hissəsi. Yəni zamanın 6/1 hissəsi. Yəni periyodun 6/1 hissəsində 2 cm sıxılmış yay. Baş şərtdə deyirək 2 cm sıxılmış yay 1 cm yol getmiş olar. Yəni cavabımız olacaq burada 6/1, yəni Y variantı. İndi keçən növbəti suala. İndi 8-ci sualdan 9-cu sualına davam edək. Harmoni rəqslərin yeri və yazı rəqsləri göstərmişdir. Rəqslərin periyodu bərabər olarsa, yəni sərtliyi hesablayın. J bərabər 10 metr bölü saniyə kvadrat, cavabı Newton bölü metrlə ifadə edin. Burada baxın nəyə? Bu yeri rəqsası, bu da riyazi rəqsası. Bunu bildik. İndi yeri rəqsası rəqs periyodunu yazıram. Ty bərabərdir 2pi kök altında n bölünsün k-ya. Bunu buradan tapmış olduq. Deməli, bəs riyazi rəqsasının rəqs periyodu nəyə bərabər? T riyazi yazıram. Deməli 2pi kök altında L bölünsün J-yə. Əgər buna bərabərsə yazıram bura nə? Yaylı rəqsasının periyodu bərabərdir riyazi rəqsasının periyoduna. Yaylı rəqsasının periyodu nədir? Yazmışdı 2pi kök altında n bölünsün k. Bərabərdir riyazi rəqsasının rəqs periyodu. O da 2pi kök altında L bölünsün J-dir. Yeni yazdım L bölünsün J. Burada 2pi də xısa gedir qalır nə? Kök altında n bölü k bərabərdir kök altında L bölünsün J-yə.
Buradan kökler ixtisar gedir, qalır nə? M bölünsün K, M bölünsün K bərabər nəyə? L bölünsün J'yə. Bizə də burada soruşur ki, yer yakasının sərtliyi. Yer yakasının sərtliyi hesabında K bərabərdir. M-i vuram J'yə bölürəm elə. Buradakı elə bölürəm. Yəni MJ bölünsün elə. İndi M kütlə nə qədərdir? Burada ilk öncə burada baxıram nəyə? Şərti ilk öncə baxıram. Burada 2 dənə kütlə var. Bəs soruşa bilərsin ki, hansı kütləni nəzərə alır, yəni hansı kütləni götürək. Onu da tapmaq üçün nə edirəm? Birinci burada baxıram nəyə? Yer yakasının rəqs böldüyü 2 bölü kök altı M bölü K'dır. Yer yakasının rəqs böldüyü 2 bölü kök altı L bölü şeydir. Mən görürəm ki, yer yakası kütle var, amma riyazi yakası kütle yoxdur. Deməli, riyazi yakası kütle olmadığı üçün riyazi yakasının aslında yükün kütlesini mən burada nəzərə almam. Yəni bunu götürmürəm. Amma yer yakası kütle olduğu üçün mən burada yer yakası aslında yükün kütlesi, yəni M1 bərabərdir. 200 qramı götürürəm. Ona görə mən bu kütləni nəzərə alıram. Niyə? Çünki yer yakası kütle olduğu üçün. Bu M olduğu üçün. Yani yer yakası düsturunda M olduğu için, yani kütle olduğu için ben buradaki yer yakası aslında yükün kütlesini götürürüm ama bunu götürmürəm. Çünkü riyazi yakası kütle yoktu ona göre. Demek M1 var 200 gramı götürürüm. 200 gram da neye beraberdir? 0.2 kilograma. Ona göre yeni yazdım 0.2. Yani yeni yazdım 0.2 vursun 10. Bölünsün. Yer yakasının uzunluğu ne kadardır? Baxırıq. Daha doğrusu riyazi yakasının uzunluğu ne kadardır? El beraberdir 20 santim. Bu da metre çevrinde olur 0.2 metre. Ve yeni yazan için 0.2 metre. 0.2 metre yazdım. 0.2 ixtisar gedir. Qalır neçə? 10. Yani cevabımız olacaq neçə? K bərabərdir 10 Newton bölünsün metr. Burada da bize deyir ki cevabı Newton bölü metr ile ifade edir. Cevabı da olacaq 10 Newton bölünsün metr. Sonra bir dənə tekrar izlənmiş olsa ilk önce biz buraya baxalım nəyə? Yer yakasının uzunluğu 2 bölü kök altında. Yer yakası bölü 2 bölü kök altı M bölü K'dır. Yer yakası bölü 2 bölü kök altı L bölü şeydir. Bize de burada şərtdə soruşur ki reaksiyon periyodu bərabərdir. Reaksiyon periyodu bərabərdir. T bərabərdir. T yazın. T bərabərdir. T yazın. Bağışlayın. Demək 2 bölü kök altı M bölü K bərabərdir. 2 bölü kök altı L bölü şey. 2 pi ixtisar gedir. Qalır neçə? Kök altı M bölü K bərabərdir. Kök altı L bölü şey. Kökləri ixtisar gedir. Qalır nə? M bölünsün K bərabərdir. L bölünsün J'yə. Sonra burada nə edirəm? K bərabərdir. M şey bölünsün L düsturunu yazıram. Və buradan da M 0.2 gramla olduğu için kütle çevirmiş. Y'nin yerine 10. L'in de yerine 0.2 yazam. 0.2 ixtisar gedir. Qalır 10. Yani cevabımız olacaq burada 10. Yani 10 Newton bölünsün metr. İndi keçən növbəti sorumuza. Son 3-cü sorumuzun 30-cu sualına davam edelim. Yer bölgə tezliği 3 sonuna dalı yarı 1030 cm məsafədə yerləşən küləklərin rəqsləri 60 ilə fazla fərqlə baş versə, dalğanın sürətini hesablayın. Biz ilk öncə burada mü verilib. Dalğanın sürəti nədir? V bərabərdir lambda mü. Lambda mü düzsünü hesablamış olur. Deməli mü var. Amma bizə dalğa uzunluğu lazım. Dalğa uzunluğu hesablamaq üçün nə edirəm? İlk öncə bizə burada şərtdə verir ki 30 cm məsafədə yerləşən iki nöqtənin rəqsi 60 dərəcə fazla fərqlə baş versə. Bu nə deməkdir? Yəni 30 cm məsafəyə uyğun fazla fərqi 60 dərəcəyə bərabərdir. Bunu buradan olsa biz bilirik. Çünki bunu bizə şərtdə verir. Lambda, yəni iki nöqtə arasındakı dalğa uzunluğu uyğun gələn fazla fərqi nəyə bərabərdir? 360 dərəcəyə bərabərdir. Bu da bir qaydadır. Deməli mən buradan lambda, yəni dalğa uzunluğunu tapmış olsam 360-ı vururam. Deməli 360-ı vururam 30 cm, yəni 30-a. Deməli 360-ı vururam 30-a. Böləm neçəyə? 60 dərəcəyə. Böləm 60 dərəcəyə. 60-dan 362 ixtisara gedir. Qalır burada 6. 6-dan 30-a vuran nə qədər? 180 cm. Amma bizə bunu metr çevirmək lazımdır. Bu da 1.8 metr. Deməli lambda dalğa uzunluğunu tapdı 1.8 metr. B ilə bərabər nəyə? Lambda müyə. Ondan mən lambda dalğa uzunluğunun yerinə yazıram. 1.8 metr yazıram. Müdənlə nə qədərdir? 3'dür. 1.8'də 3 alınan nə qədərdir? 5.4. Cevabımız tapdı 5.4. Yəni cevabımız olacaq 5.4 metr. Sonra bir dənə təkrar izah etmiş olsa, birinci V bərabərdir lambda müdür. Mü bizə verir, amma lambdanı tapmaq lazım. Lambdanı tapmaq üçün nə edirəm? Şərtdə bizə deyir ki 30 cm məsafədə yerləşən iki nöqtə eksi 60 dərəcə fazla fərqlə baş verir. Yəni 30 cm məsafəyə uyğun olan fazla fərqi 60 ise lambda dalğa uzunluğuna uyğun olan fazla fərqi 360'dır. Lambda dalğa uzunluğuna tabanı 360 vursun 30 bölünsün neçə 60. 360'dan 60 ixtisara gedir. Qalır burada 6. 6'nın da 30'a vuran deyir 180 cm. Bu da edir bizə 1.8 metr. Və də bərabərdir lambda müdür. Yəni lambdan yeni yazılan 1.8 metr. Müdür yeni yazılan 3. 1.8'də 3 alınan nə qədər? 5.4 metr. Yəni cevabımız olacaq burada 5.8 metr. Yani cevabımız olacaq burada 5.4 metr. İndi burada bir şey var ki soruşa bilərsiniz ki bəs lambda dalğa uzunluğuna uyğun gələn fazla fərqini 160 dərəcədir. Bunu buradan gəlin izah edək. Önce biz burada belə bir dənə koordinat çəkmiş olsa, bu x-dir, bu da t-nin koordinatıdır. İndi burada baxırıq nəyə? Biz ilk öncə belə bir dənə qrafik xətti çəkək.
Biz bilirik ki, dalga uzunluğu nədir? Yəni, iki eyni fazlı rəqs edən nöqtə arasındakı olan məsafə dalga uzunluğu deyilir. İki eyni fazla ya bu ola bilər, ya da bu ola bilər, ya da ki, bununla bu ola bilər. İkisindən birini yəni götürə bilərik. Məsələn, bununla bunu götürsəm, mən ilk öncə bilirəm ki, buradan buraya qədər olan məsafə, mən bilirəm ki, həmişə bilirəm ki, pi bölü 2-yə bərabərdir. Onda burası da pi bölü 2 olur, burası da pi bölü 2 olur, baxın, burası da pi bölü 2 olur, burası da pi bölü 2 olur və burası da pi bölü 2 olmuş olur. Mən ilk öncə burada baxıram nəyə? Deyir ki, bizə bununla bu arasındakı uyğun olan məsafə deyirik biz lambda dalga uzunluğu. Onda bununla bu arasındakı məsafə lambda dalga uzunluğusa, deməli, onda burası hansının məsafə uyğundur? Ha, bu arada bir dənə bir şey soruşuram, bu t deyil. Baxın inşallah, bu t deyil, bu r-dir. Yəni, r pi bölü 2-dir burada, başa düşürsünüz, yəni onu götürə bilərsiniz. İndi burada baxıram nəyə? Deməli, lambda, yəni uyğun olan məsafə 2pi'dir. Niyə? İndi biz bunu ispat edilmiş oldu. Deməli, burası pi bölü 2'dir, burası da pi bölü 2'dir, burası da pi bölü 2'dir, burası da pi bölü 2'dir. Görürəm ki, bu nöqtələ bu nöqtə arasındakı 1 pi bölü 2, ikinci pi bölü 2, üçüncü pi bölü 2, dördüncü pi bölü 2. Yəni 4 tane pi bölü 2 məsafəsi olur. 4'ü vuran mən burada 4 tane pi bölü 2 olan məsafə, yəni pi bölü 2'ye. 4'ü pi bölü 2'ye vuranda bu bizə düşür 2 pi. Ona göre biz buradan ispat etmiş oldu ki, iki eyni fazla, yəni iki eyni fazla rəqs edən nöqtə arasındakı məsafə lambda dalga uzunluğu və bu lambda dalga uzunluğu uyğun gələn fazla fərqli 2 pi'yə bərabər olmuş olur. Yəni ona görə biz burada yazdıq ki, 30 cm məsafə uyğun gələn fazla fərqli 60 dərəcədirsə, lambda dalga uzunluğu uyğun gələn fazla fərqli 360 dərəcə, yəni 2 pi'yə uyğun gəlmiş olur. Və buranın hesabında tapdığı ki 1.8 metr lambda dalga uzunluğudur. V ilə bərabər lambda ümidi, yəni 1.8 3 alan eli 5.4 metr və cavabımız olur 5.4 metr. Belki bu videonun Fiskan Eğitim blok imtihanı hazırlaşan abituriyentlərin çəkdim. Bu videoda Fiskan Eğitim blok imtihanları qarşısında çıxa biləcək 3 vacib sual tipini təqdim etdim. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videonun adamı sizsə, videoyu bəyənməyə, kanala abunə olmağı və videoları şərh yazmayı unutmayın. Sizləri çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.